Uşaqlar, istəyirəm ki, ikinci videonu da 11-ci sinifdən çəkim. O bir tələbələrim deməsin ki, ay müəllim, bəs biz? Deməli, dedik ki, nədir? Mürəkkəb tamamlıqda ümumiyyətlə hər feil özündən əvvəlki feillə uzlaşır. To make, try ilə uzlaşır və to qəbul edib. To make hansı kateqoriyadır? Birinci kateqoriya. Nə lazımdır mənə? To-suz feil. Bunu biraz qalınlaşdırım. 2-yə baxaq. Yenə eyni şey. Make birinci kateqoriya, heç nəsiz feil. Advise üçüncü kateqoriya, məstər. 4. Expect üçüncü kateqoriya, to ilə olan məstər. 5. Üçüncü kateqoriya, to ilə olan feil. 6. Üçüncü kateqoriya, to ilə olan. 7. Üçüncü kateqoriya, to ilə olan. 8. Üçüncü kateqoriya, to ilə olan. 9. Birinci kateqoriya, heç nəsiz. 10. Birinci kateqoriya, heç nəsiz. 11. Üçüncü kateqoriya, to. 12. Birinci kateqoriya, heç nəsiz. 13. Birinci kateqoriya, heç nəsiz. 14. Üçüncü kateqoriya, to ilə olan. 15. Birinci kateqoriya, heç nəsiz. 16. 3. To ilə olan. 17. 3. To ilə olan. 18. 3. To ilə olan. 19. 3. To ilə olan. 23. To ilə olan. 21. Artıq feili tapmalıyam, xəbəri tapmalıyam. Feili to-suz verib, yəni birinci kateqoriya və yaxud da ikinci kateqoriya axtaracağam. Mənə var burada 1. Birinci kateqoriya, heç nəsiz. Üçüncü kateqoriya, to. 24. Üçüncü kateqoriya, to. 25. Üçüncü kateqoriya, to. 26. Bu üçüncü kateqoriya deyil. Bu promise. Promise-dən sonra bu gerund keçəndə yadınızda 4-cü qrup feillər var idi. 10 dənə feil ancaq məstərlə işlənən odur. 26. Üçüncü kateqoriya A bəndi. 27. Yenə ancaq məstərlə işlənən feil. 28. Üçüncü kateqoriya, to. 29. Üçüncü kateqoriya, to. 30. Birinci kateqoriya, heç nəsiz. 31. Üçüncü kateqoriya, Y bəndi. 32. Üçüncü kateqoriya, A bəndi. 33. Üçüncü kateqoriya, Y. 34. Üçüncü kateqoriya, Y. 35. Birinci kateqoriya, S. 36. Üçüncü kateqoriya, D. 37. Üçüncü kateqoriya, D. 38. Üçüncü kateqoriya, Y. Daha doğrusu ancaq məstərlə işlənən feil, Y. 39. Birinci kateqoriya, A. 40. Üçüncü kateqoriya, B. 41. Üçüncü kateqoriya, S. 42. Üçüncü kateqoriya, A. 43. Üçüncü kateqoriya, S. 44. Üçüncü kateqoriya, Y. 45. A. 46. Üçüncü kateqoriya, B. 47. Üçüncü kateqoriya, B. 48. Üçüncü kateqoriya, A. 49. Üçüncü kateqoriya, D. 50. Üçüncü kateqoriya, S. 51. Üçüncü kateqoriya, B. 52. Üçüncü kateqoriya, D. 53. Üçüncü kateqoriya, A. 54. Üçüncü kateqoriya, B. 55. A. 56-da bizdən başqa bir şey istəyir. Qaydasız feillər. Bu qaydalıdır, qaydalıdır. Qaydalı. Bu. Burada bu qaydalıdır. Qaydalı feilləri istəyir. Bu getdi, bu getdi. Bu getdi, bu da getdi. S bənd. 58 qaydasız istəyir. Bu getdi, bu Y bənd. 59 qaydalı istəyir. B-ni sildim, S-ni sildim, D-ni sildim. A bənd. 60 irregular qaydasız istəyir.
A'nı sildim, B'ni sildim, C'ni sildim, Y bəndi. 61 qaydalı istəyir. Ona görə bunları silirəm. C bəndi olacaq. 62 qaydasız istəyir deyə bunu sildim, bunu sildim. Win C bəndi olacaqdı. Bu getdi, bu da getdi. 63 qaydalı istəyir. Elə olacaq A bəndi. B'də bu olmayacaq, bu olmayacaq, bu olmayacaq. C'də bu olmayacaq, bu olmayacaq. Heç biri olmayacaq. D'də bu da olmayacaq, bu da olmayacaq. Y'də heç biri olmayacaq. 64 qaydasız istəyir. Bu olmayacaq. Agreed olmayacaq. Cooked olmayacaq. Run by through irregular istəyir. Düzdürmü? Elə budur. Şey olmayacaq. 65 qaydalı istəyir. Bu getdi. Sink getdi, fill getdi, catch getdi, B bəndi olacaq. 66 yenidən qayıtdıq. Mürəkkəb tamamlığa 3-cü kateqoriya C bəndi, 67 3-cü kateqoriya C bəndi və and ilə birləşir. Deməli, to-nu bir dəfə işlədəcəm, ikinci tərəfdə işlətməyəcəm. 68 birinci kateqoriya heç nəsiz, amma switch dəyişməkdir, switch off söndürməkdir. Burada bizə bir dəqiqə, deyirəm də, telefonlar söndürür. 69 told 3-cü kateqoriya və and ilə birləşib A bəndi olacaq. 70 they permitted 3-cü kateqoriya A bəndi. 71 reminded 3-cü kateqoriya A bəndi. 72 made 1-ci kateqoriya. 73 told 3-cü kateqoriya. 74 1. 75 3. 76 3. 77 3. 78 3. 79 3. 80 3. 81 1. 82 3. 83 1. 84 3. 85 1. 82 3. 87 83 neymiş? 87 1. Ucu qarışdırdım aləm bir-birinə. 88 1. 89 3. 93 91 1. 92 3. 93 3. 94 3. Bu nə qədərdir görəsən? 95 3. 96 3. 97 3. 98 3. 99 3. Nə qədər asan testdir. 90 100 3. 101 3. 102 1. 103 3. 104 3. 105 3. Ümid edirəm faydalı olar. Mən bu qədər dediyə gedirəm. Yəni duraq bir xatırlatma eləyək. Birinci kateqoriya to-suz işlənir. İkinci kateqoriya ing və ya to ilə işlənir. Hansı ki, orada 6 dənə feil var cəmi. Geri qalan nə varsa hamısını to ilə işlədirik. Let 1-dir. Expect 3-dür. Asked 3-dür. Encouraged 3-dür. Told 3-dür. 111-də nədir? Ask 3. Made 1. Told 1. 3. Üzr istəyirəm. Told 3. 110-da encouraged 3. Told 3. Asked 3. Asked 3. Encouraged 3. Told 3. Expect 3. Amma ki, burada obyekt halında olan əvəzlik lazımdır. Düzdürmü? Burada let var.
Expect 3'dür. Ondan sonra to ilə let'i vermişik. Let isə 1'dir. Ondan sonra to'suz işlətməliyik. Yaxşı ki, deyirəm, burada to verməyibdi. Elə yazıb gedəcəkdim, heç let'ə baxmayacaqdım. 121. Burada mənim tamamlığımın to'su var. Deməli, mən 3-cü kateqoriya axtarmalıyam. Bunlar 1'dir. Would like her husband to sing. 3, 4, 5. B bənd. To ilə veribdir. 3-cü kateqoriya axtaracağım. Bu olacaq 2, 3, 4. To veribdir. 3-cü kateqoriya axtaracağım. Bu olacaqdır 2, 4, 5. Burada happen heç nə verməyibdir. Mən 1-ci kateqoriya axtaracağım. 1 və 3. 125'ə baxıram. Burada to veribdir. Deməli, 3-cü kateqoriya axtaracağım. 1, 2. 126. Burada to veribdir. Expect-ə görə. Make-i isə to'suz işlədirəm. Obyekt halında olan əvəzliklə. Düzdürmü? C bənd. Make obyekt halında olan əvəzlik to'suz. D bənd. Police. Artıq baxın, fe'li də özümüz seçməliyik. Ona uyğun tamamlığı da. Ask 3-cü kateqoriya to olmalıydı. Made 1-ci kateqoriya düzdür. Ordered 3-cü kateqoriya düzdür. Told 3-cü kateqoriya düzdür. Expect 3-cü kateqoriya to olmalıydı. Deməli 2, 3, 5. Dedim, gedim baxım. 224 dənə test var uşaqlar. Bu səhifəni də yekunlaşdırım. 143'ə qədər geri qalanını başqa videoda çəkəcəm. Uzun olmaz. Deməli, 129. Baxaq. Artıq cümlələri özümüz aydınlaşdırmalıyıq. Let 1-ci kateqoriya to olmamalıydı. Make 1-ci kateqoriya to yoxdur, düz. Asked 3-cü kateqoriya to olmalıydı, düz. Let 1-ci kateqoriya to olmamalıydı, səhv. 2, 3 düzgün variantım. Burada to veribdir. 3-cü kateqoriya axtarmalıyam mən. Ona görə 1, 4, 5. Burada to verib 3-cü kateqoriya axtarmalıyam mən. 2, 3, 4. 132. Let'dən sonra obyekt halında əvəzlik və heç nəsiz fe'l. Let'dən sonra obyekt halında əvəzlik, heç nəsiz fe'l. Told 3-cü kateqoriyadır, düzdürmü? Not to drink düzdür. Say adlı haldadır, səhvdir. Bu düzdür. Them to drink olmalıydı. Bu da səhvdir. 1, 3 olacaqdır. C bəndi. Ask'dan sonra nə gələr? To gələr, düzdürmü? 3-cü kateqoriyadır çünki. Və obyekt halında olan əvəzlik gəlməlidir. She asked me olacaqdı və 3-cü kateqoriya olduğu üçün to olacaqdı. Asked. Burada to yoxdur, burada to yoxdur, burada da yoxdur. Bu da adlı halda olan əvəzlikdir. Ona görə A bəndi. 138. Let varsa ing olmaz. Want varsa to let olmalıdır. Başqa şey də olmaz. B-dən, Y-dən də took part olmaz. O zamana görə dəyişmir. B bəndi olmalıdır. 139-da burada to varsa 3-cü kateqoriya axtarmalıyam. 1, 2, 4. Wanted varsa to axtarmalıyam. 141. Let 1-ci kateqoriya to olmaz. Let 1-ci kateqoriya to olmaz. Make to olmaz. Want to olmalıydı. Y bəndi düzdür. 3-cü kateqoriya to var. Let 1-ci kateqoriya, heç nəsiz fe'l. 143. Want 1-ci kateqoriya, 3-cü kateqoriya olmalıdır to. Let də olmalıdır heç nəsiz çünki 1-ci kateqoriyadır. Geri qalanı o bir videoda çəkəcəm.